yetim xalq, zulüm çəkən xalq, işıqsız qalan xalq, qazsız qalan xalq, yolsuz qalan xalq, susuz qalan xalq və ölkə başçı cənab hörmətli prezidentimiz hər kəs deyir ki, mən xalqa xidmət edirəm. Kimə xidmət edirsiniz? Ay vəzifəli şəxslər, ay məmurlar, ay pullular, kimə xidmət edirsiniz? Kimə? Ciblərinizə, özlərinizə, nəslinizə, o xidmət eləməyə görə pul aldığınız pul sizin haram xoşunuz olsun. Sizin burnunuzdan gəlsin. Nə xalqa hörmət ediniz, nə qanuna hörmət ediniz, nə qayda hörmət ediniz. Sizin cibləriniz hər şeydən siz üçün üstündür. Bəli, öz ölkənə, öz millətinə, öz xalqına sahib çıxın. Çox hörmətli cənab prezident. Əhali vəziyyəti pisdir, əhali yanır, ölür, məhv olur. Bunların heç vecinə deyil. Bunların əlində bir dənə budur. Kim nəsə dedi dövlət əleyhinə. Dövlət əleyhinə. Siz yana niyə danışırsınız? Adam deyir, mən acından ölürəm. Deyir, dövlət əleyhinə çıxır. Adam deyir, mənim qarzım yoxdur, deyir, dövlət əleyhinə çıxır. Adam deyir, mənim işim yoxdur, deyir, dövlət əleyhinə çıxır. Adam deyir, mənim yolum çıxır, yoxdur, deyir, dövlət əleyhinə çıxır. Adam deyir, mən suyun içində yaşayam, deyir, dövlət əleyhinə çıxır. Bu nə məsələ deyir, bir dənə, ay savadsız, vəzifəli şəxs, sən bir dənə fikirləşirəm. Acından ölen bir insan, acından ölürmüş məhvdir. Onun nə halı var, o dövlət əleyhinə çıxsın, bir. İkincisi də ki, bu səndən çörək istəyir, bu yaşama istəyir. Sən deyirsən dövlət əleyhinə çıxır. O səndən vəzifə istəmir, o səndən pensiyasını istəyir. O səndən çörəyin istəyir, o səndən haqqını istəyir. Kudurmuşsunuz, kemerirsiniz, milyonları yersiniz. Hansı şərəfsizi tükürlər 15 milyon, 1 milyar, 20 milyon. Ne oldu bizim hakkımızı ne kadar yersiniz? Ölkə uçurup gitti. Yoktur, ölkədə yoktur. Ben indiyəcəm, Yeni Azərbaycan Partiyasına öz kişiliğimle, öz vicdanımla ben hizmet edeceğim. Düzgün vaziyet yaxşı değil. Pul yok, bunların başını da mühür yerine pula vururlar. Daha mühür de layık oldu bular için.